Bir daha salam uşaqlar. Keçən dərs keçdiyimiz maqnit hadisələri və maqnit induksiya mövzusunun davamını keçəcəyik inşallah bu günləri. Başladığımız mövzuda maqnitin superpozisiya prinsipi və maqnitin maqnit hadisəsi ümumiyyətlə maqnitlərin maqnit nüfuzluğu və bundan danışacağıq biz. Superpozisiya prinsipi nədir? Və biz demişik ki, birinci kəmiyyətdir. Vektorial. Vektorial nə deməkdir? Qiyməti və istiqaməti var. İstiqamət varsa, yəni bunların cəmi, superpozisiya yekun cəmi sabit qalmasıdır və vektorial olduğuna görə istiqamət mütləq burada nədir? Önemlidir. Yəni, induksiyanın istiqaməti biz hər yerdə nəzərə almalıyıq. İndi mən sizə o superpozisiya prinsipinə aid ancaq məsələlərlə izah etməyə çalışacağım ki, məsələləri necə başa düşəcəyik. Və məsələləri öyrənəndən sonra test çox rahat olacaq. Təsəvvür edin inşallah bizə tək bir dənə bu naqili induksiyanı tapmağı öyrənmişik birinci başlıqda. İndi mən iki dənə naqil verirəm sizə. O da x, bu da x. Və hər ikisindən eyni məsafədə bir A nöqtəsi verirəm. Deyirəm ki, A nöqtəsində yekun induksiyanın istiqaməti. Qaydamız dəyişir. Necə öyrənmişik? Sağ əlaqəsində. Baş barmağı zərə istiqaməti qoyulur, qıvrılmış dörd barmaq induksiya göstərir. Ona neyəm? Bu fotoda qoysaq, birinci necə fırlanacaq? Sağ təqər istiqaməti. Düzdür. A nöqtəsindən keçən bir çevrə çəkir. Və görürəm ki, bu da sağ təqər istiqaməti olur. Bax, fırlanır A nöqtəsində bunun induksiyası hansı tərəf olacaq? Aşağı. Yəni, bunun induksiyası olacaq aşağı. Bununla işimiz bitir. Bu çevrəni artıq silə bilir. Bu çevrəni silirik. Yəni, birinci naqilin işimiz bitir. Keçək ikinci naqilə. Yenə sağ ələ qoysam necə fırlanacaq? Sağ təqər istiqaməti. Yenə A nöqtəsindən keçək, yəni çevrə çəkməliyəm. Yenə sağ təqər istiqaməti fırlanır. Bax, fırlandı. Gəldi, A nöqtəsindən hansı tərəf oldu? Yuxarı. Bu da oldu yuxarı. İndi yekunu soruşursa bizdən, eyni məsafət mi? Onda induksiyanın eyni cəryandır. İnduksiyanın qiyməti birini alacaq, bərabər və onda B yekun bərabər B1 üstə gəlir B2 vektorial cəm. İndi biri aşağı, biri yuxarı olacaq, biri müsbət, biri mənfi qəbul edəcəksən, yekun olacaqdan 0. Aydındır, istiqaməti burada mütləq önəmli. İnşallah bu ən sadə sual tiplərindən biridir. Yaxşı, bunu silib, davam edək növbəti sualına. Bir dənəsində əks qütblər verək, əks cəryanlar verək daha doğrusu. Görək, əks cəryanlar verək. Məsələn, biri olsun nöqtə, biri olsun x. Və eyni məsafədə bir nöqtə verir. Tapmağa çalışır, yenə ətrafına çevrə seçməliyəm olsun. Çünki cəryanlar belə olan da ətrafına nə seçməliyəm? Çevrə seçməliyəm. Çevrəni seçəliyəm. Sağ əlifi qoyduq, baş barmaq, yəni cəryan istiqamətini. Cəryan şəkildə bizədirsə, baş barmaq qoyanda belə, dörd barmaq hansı tərəf hərəkət edilir, sağ tərəfini əks istiqamətdə. Gəlir bu nöqtə hansı tərəf olacaq? Yuxarı. Birinci tapdıq ki, induksiyası oldu yuxarı. Və bu çevrəni artıq silə bilir. İndi ikinci üçün yenə çevrəni çəkilir. Və barmağımızı qoyuruq, x nə deməkdir bizdən şəklində. Dəfə də bilirəm ki, artıq birinci çəkilir. Belə qoyuruq, fırlandı, demək sağ tərəf istiqamətində. Gəldi, bu nöqtə hansı tərəf olacaq? Yuxarı. İndi B görüşünü tapmaq istəsən. Nəyə bərabərdir? B1 üstə gələ B2. Hər ikisi yönəlir yuxarı. İstiqamət onlara yönəlir. Toplayırıq. Yekun olacaq da bizdə nesə B2, B. Və belə, bir də bu suallar içərisində ən çətin tipimiz üçbucaq qaydası olacaq. Üçbucaq qaydasında üçbucağın təpə nöqtəsində veriləcək və ondan soruşacaq ki, induksiyanın qiymətini tapın. Onu da yazar, ona uyğun əmrinlə yazsın, artıq superpozisiya prinsipini biz öyrənmiş olacaq. Deməli, baxırsın nəyə? Bu x, bu nöqtə və bizə eyni məsafədə müəyyən bir A nöqtəsi burada verir. Deyir ki, A nöqtəsində 2 induksiyanı tapın. Qayda dəyişir. X və nöqtə cəryan şəkli verilirsə, biz nə etməliyik? Nə etməliyik? Çevrə seçməliyik. Yəni, sağ rəqəsi tətbiq edir. Ətrafı nə seçməliyik? Çevrə. Məsələn, A nöqtəsidir, mərkəzi bu olan bir çevrə seçməliyik. Biraz böyük olacaq, narahat olmuyor. Bir səsi çəksin, bəs edir. İndi sağ rəqəsi görürük. X qoyduq, hansı tərəf olacaq? Sağ tərəf istiqamətində. Belə gəlir. Bu nöqtə hansı tərəf olacaq? Toxunan istiqamət. Olacaq mı belə? Düzdürmü? Söz. Bunu tapdıq. Bununla işimiz yoxdur. Bu artıq çevrəni silərləşdir. Bu çevrəni silirik. İkinci üçün eyni çevrəni birini çəkirəm. Baxın. Bax belə. İndi sağ əli gözləyir. Baş barmaq gözləsi toxunanda fırlanın hansı sağ tərəfə istiqamətdə? Bu istiqamət. Fırlanır, bu nöqtə hansı tərəf olacaq? Bax belə. B'nin biri belə, biri belə. Yekun B hansı tərəf olacaq? Mərkəzdən aşağıya doğru yönəlmiş olacaq. Bəs qiyməti B bərabərdir kök altında kosinus verir. B1 kvadrat üstə gəlsin. B2 kvadrat
üstə gəlirsə 2, B1, B2, kosinus alfa üstüylə tapılmış olacaq. İndi siz, məsələn, sizə sual verirlər ki, gətirib bir əqrəb qoysan bura, əqrəb nə qədər qalacaq? O dəqiqə əqrəb təsvir edirsən. Bax uşaqlar, indi siz hara gedirsən? Aşağı. Aşağı olacaq nə? S, yuxarı olacaq M. Ona mən əqrəbi məsələn bu nöqtəyə qoysam, bax, bu indi M belə götürəm, bu oxu yuxarı olacaq M. Əqrəb gətirib ortaya qoysam, tutaq, baba bura. Əqrəbin yuxarı səsi nə olacaq? S, aşağı səsi M. O bu forma. Qırmızı rəngə daha aydın görürsün, ola bilər ki, kimsə görüntü çətinliysə, S aşağı olacaq M. Yəni, ən çətin sual tiplərimiz bu olacaq. Bu bizim yekun indüksiyanın tapılmasının aid məsələləri nümunələri. Bir də uşaqlar baxın, deməli, mən mavi, düz yox, sarıdas formasını götürsən, yəni dolaq formasını götürsən, sizcə, yəni burada yenə mavi yanacaq mı? Təbii ki, yanacaq. Yəni, fərqi nədir ki, zərbəqsə mavi varsa, bu mavi yanacaq. Və o mavinin özünün bir mavi sayısı var, mavi indüksiyası var. Bir də sizə belə sual edilir ki, o sarıdasın içərisinə hər hansı bir içlik daxil edəsəz, maddənin o mavi indüksiyası artar mı, azalır mı? Və onu xarakterize edən yəni kəmiyyətlər olaraq deyirik, biz maddənin maqnit nüfuzudur. Məsələn, o sarıdasın içərisinə sən dəmir içlik daxil edə bilərsən, nə bilim, plasmas içlik daxil edə bilərsən, qaşıq falan daxil edə bilərsən, yəni mövzumuzun canı ondan ibarət. Məsələn, bir sarıda götürdük bu formada. Bax belə. Təbii ki, mən bunu müsbət mənfi quzun təlim keçib, bunu nə yaradacaq? Maqnit indüksiyası yaradacaq. İndi mən sizə deyirəm ki, onun içərisində içlik daxil edəsən, maddənin maqnit nüfuzluğu artır, yəni indüksiya artar, yoxsa azalır. Yəni, ikinci başlığımız budur. Bu zaman dövrəyə maddənin maqnit nüfuzu daxil olur. Maddənin maqnit nüfuzu şalır. B hərfi ilə, mü hərfi ilə şal olur. Bax, mü hərfi ilə şal olur. Düsturu isə belə şalır. B bölünsün, B0. İndi deyək bilirsiniz, B nədir, B0 nədir? Hər şey aşağısına 0 yazılan nə qiymət olur? Mesela B0. Sürətlə E0. Müqavimətin başlanğıcı. İndi B0 nə olacaq? İndüksiyanın başlanğıc qiyməti. Yəni, içlik daxil olmamışdan əvvəlki qiymət. Yəni, boş halda. Boş halda. Yəni, içində heç bir şey yoxdur. Bəs B nə olacaq? İçliklə bir yer olacaq. Buna da deyəcək içliklər. İndi, məsələn, tutaq ki də, daxil olmamışdan qabaq B0 2 Tesla idi. Daxil elədim oldu B bərabərdir 8 Tesla. Bunda maddənin maqnit nüfuzu necəymiş deməli? 8 bölünsün 2 bərabərdir 4. Vahidi nə olacaqlar? Mühünün vahidi. Kim deyə bilər? B-nin vahidi nədir? Tesla. B-sinin vahidi? Tesla və Tesla? Vahidi yoxdur. Vahidi yoxdur. Biz ən çox içki olaraq dəmir içkidən istifadə edirik. Dəmir. Bu, belə deyim də, bəzi kranlar var, məsələn, bu metal əritmədə qarmaqlı kranlara istifadə edir. O qarmaqlara metallar ilişir deyə ona çox istifadə olunur. Nələr istifadə olunur? Lava kimi də ağzılar yumur. Yaxınlaşdırır. Metallar buna yapışır. Qaldırır, məsələn, burada qazana düşmür. Sonra burada elektriklər o metallar yumur. Yaxşı, onun burada yapışdır, burada boşalması səbəbi sinədir. O sarıqada bura çatanda elektrik cəryanı verilir. Cəryan keçən o sarıqda özünü isə aparır, maqnit kimi. Yapışır. Gəldi bura çatanda bu maksimum eləməsi yemək lazımdır, elektriki kəsmək lazımdır. Düyməni burada elektrik kəsən kimi maqnit xəstəliyi hansılar düşür. İndi baxın uşaqlar, nə demək istəyir? Dedim ki, əsas dəmir sistemi istifadə olunur. Dəmir kimyada, element adı necə yazılır? Dəmir adı. Yəni, ifadə oxursa dəmir bilməyəcəksiniz. Bax, kimyada dəmir ferriyumdur. Qısadası Fe yazılır. İndi dəmir istilik. Dəmir istilik daxil olanda o maqnitə deyilir. Uşaq ferromaqnit. Ferromaqnit. Yəni dəmir istiliyi olan maqnit. Uşaqlar ferromaqnit. Yəni çox güclü maqnit xassasına malikdir. Dəhşət, yəni çox. Yəni burada yazılar ki, mü çox böyükdür bir. İndi mən sizə bir sual verim. Bayaq danışdıq. Maqnit, maqnit qütbü olur, şimal, cənub. Alimlərin belə bir sual var. Bu maqniti bir qütblü maqnit əldə etmək mümkündürmü? Xeyr. Niyə? Kəsdikcə yendirənlərə daxilində olan zərrəciklərin hamısı şimal və cənub qütblərinə malikdir. Yəni sən bir şimal N və cənub S. Ortadan bölsən, ayrıldığın parçaların hər biri özünün yenə şimal və cənub qütbünü yenə saxlamış olacaq.
Yəni bunu bir bütün, yəni qvaltın altına qoy əs, 8 dənə əs xırda totalına yenə o öz modifikasiyasını itirməyəcək, yəni bir bütünlü olmayacaq, 2 bütünlü olacaq. Yaxşı, bunu alın bilmədən. Sonra belə bir sual var. Bəs magnetli modifikasiyasını yox etmək mümkündür? Bu sualın cavabını işte 200 tapmışdır. 200. Niye? Torpaq bastıqları alınmıyor, üstünün altına qoyulan alınmayıb, nə alınmayıb, bircə də mən qızdıranda elə bir temperatura, o temperatura çatanda artıq magnet xassəsini neymiş? Yoxa çıxar. Və bu temperatura deyilir aşağılar kütle temperaturu. Yəni kütle temperaturu nə olacaqdır? Magnet xassəsini yox olduğu temperatur. Və məsələn bu təxminən 730 dərəcə temperaturdur. 730-dan yuxarı versən magnet xassəsi yox olacaq, 730-dan aşağı versən magnet xassəsi yox olmayacaq. Aydındır. Bugünkü mövzumuz ümumi, bax belə deyirəm ki, bu başlığımızda bu qədər oldu. Sağ olun, özünə